Şərur MTK-nın sahibi İsfəndiyar Axundovun, Şərurlu İsfəndiyar deyə tanınır bu arada, ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. Məlumata görə Binəqədi rayon məhkəməsində keçirilən prosesdə İsfəndiyar Axundov iştirak eləməyib. Şikayətçi Emil Səməndərovun vəkili Asim Abbasov İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsi və ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib. Vəkil deyib ki, təqsirləndirilən İsfəndiyar Axundovun məhkəmədə iştirak etməsi onun vəzifəsi olduğu halda məhkəməyə hörmətsizlik eləyərək üzürlü səbəb olmadan prosesdə iştirak etməyib. Məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar verib. Növbəti proses mayın 13-nə təyin olunub. Qeyd eləyək ki, İsfəndiyar Axundov Progress 2016 MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb. Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin böhtan və təhqir maddələri üzrə xüsusi ittiham qaydasında şikayət verib. O, İsfəndiyar Axundovu qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.